Hörmətli izləyicilər, bu söhbəti bir danışmışam, 5 də danışacağam. İstər gülün, istər nağıl bilin, istər məni şizofrenik xəstə bilin, istər inanın, istərsə də heç inanmayın. Mən yer kürəsində dünya miqyasında yeganə Allahı görmüş və görüşmüş bir şəxsəm. Bildirilib ki, uzun illərdən sonra məsələni açacaq, səni dünya tanıyacaq. 35 ildə hələ bu açılmayıb. Məsələn açılana qədər məxsəriyə qoyulacaq, sən buna dözməlisən. Dözmək heç də asan deyil. Bu demək deyil ki, mən hamıdan fərqli, gözəl, nöqsansız, dürüst, pak bir insanam. Yox, bəlkə də başdan ayağa elə nöqsan məndədir. Amma bu tamam başqa bir sirdir. Az qalıram, Allah Teala məni niyə seçdiyini açam. Sonra deyirəm, yox. Nə vaxt məsələm açılar, onda da mən bu siri açaram. Bir də ki, bey bazar yoxdur. Bir də gördün, açdım. Hələlik bu qədər. Sağ olun.